Bizə həmişə deyirlər ki, hərəkətli olmaq lazımdır. Sanki ətraf həyat, ətraf mühit bizi daim hərəkət etməyə və nəyəsə nail olmağa vadar edir. Amma fikir verin ki, həyatda bütün proseslərdə fasilə var. Məsələn, mən gündüz işləyirəm, gecə yatıram. Siz maşın sürəndə mütləq şəkildə yaşıl işıq var və dalınca qırmızı işıq olur. Yəni siz vaxtaşırı dayanma məcburiyyətindəsiz. Və bunu çox gözəl siz Tai Chi işarəsində də görə bilərsiniz ki, fasilə mütləq şəkildə prosesin bir hissəsidir. Fasilə bizə lazımdır ki, biz bərpa olunaq, öz enerjimizi bərpa eləyək, istirahət eləyək. Məsələn, nəyisə planlayanda siz mütləq şəkildə onu fasilə vaxtı eləyirsiniz. Yəni, mən fasilə etməsəm, dayanmasam, özümə qulaq asmasam, onda oturub plan qurmaq, istəklərimi başa düşmək mümkün olmayacaq. Və Tai Chi hərəkətlərində, Tai Chi-ni edərkən biz yavaş və yumuşaq hərəkət eləyirik. Bu, sanki bütün prosesləri, daxildə olan prosesləri yavaşlayır və sizi vaxtaşırı yavaşlamağa, fikirləşməyə və o prosesi daha effektli etməyə, yəni enerjini bərpa etməyə və enerjini toplamağa öyrədir. Ona görə, əgər sizin həyatınız çox sürətlidirsə, siz dayanıb fikirləşmək imkanı tapmırsınız və özünüzdə həmişə daim hərəkətdə olmaq, belə deyək, vərdişi yaşayırsınızsa, onda gəlin Tai Chi-ni sınaqdan keçirin. Baxın, görün o yavaş və yumuşaq hərəkət sizə necə təsir eləyir, sizə nə verir. Bizdə prinsipcə bizim məşqlər, onlar sınaq məşqləri var. Siz gəlib o sınaq məşqində məşq edib və Tai Chi-ni sınaqdan keçirə bilərsiniz. Bu məşqlər açıqdır, ödənişsizdir. Ona görə gəlin, bizimlə məşq eləyin və həyatınızı biraz yavaşlayın. Və siz görəcəksiniz ki, yavaşlayanda çox maraqlı resurslar, çox maraqlı imkanlar meydana gəlir.